Doktor, əsəbdən insanın huşu itə bilərmi? Bəli, əsəbdən huşun itməsi konversion tutma adlanır. Yəni stress, əsəb, gərginlik, qorxu keçirdən insanlarda, xüsusilə əvvəlcədən nevrozu olan insanlarda birdən-birə damar tonusunun düşməsi, huşun itməsi kimi vəziyyət ola bilər. Konversion tutmalar qeyri-epileptik psixogen tutmalardır. Yəni bu epilepsiya mənşəli tutmalar deyil və bu tutmaları əlbəttə ki, epilepsiya tutmalarından ayırmaq lazım gəlir, amma çox vaxtı da qarışıq salınır. Yəni insan huşunu itirir, yıxılır, bəzən dişləri qıcana bilər və kənardan insanlar bunun epilepsiya olduğunu düşünə bilərlər. Birincisi, qızıl standart müayinə olan elektroensefaloqram aparatı vasitəsilə biz müayinə edib dəqiq bilə bilirik ki, bu tutma epileptikdir yoxsa yox. Çünki elektroensefalogramma deyilən bu aparat müayinəsində epilepsiyada demək olar ki, bir çox hallarda ocaqlar olur, epilepsiya ocaqları olur və bununla da ayırırıq. Digər vacib məsələlər klinik ayırmaqdır. Yəni psixogen, yəni epilepsiya olmayan xəstələrdə psixogen konversion huş itməsi olan xəstələrin huşu itəndə gözü bağlı olur. Amma epilepsiya xəstələrinin huş itəndə, yəni qıcolma keçirdəndə gözü açıq olur və gözü çox vaxtı bir nöqtəyə dirənmiş vəziyyətdə olur. İkincisi, psixogen qeyri-epileptik konversion, deməli, huş itmələrində insanda huş itməsi bir növ göstərişli formada olur. Yəni insan sanki biraz belə deyək də yıxılanda kimisə yanında yıxılır. Bunu sanki insanları ona diqqət çəkməsini istəyir. Yıxılanda çox ağır zədə almır. Halbuki epilepsiya xəstələri huşunu itirəndə onlar bilmirlər. Çox ağır zədə ala bilirlər. Ona görə də bax bu zədə almalarına görə də biz epilepsiya xəstələrini psixogen tutmalardan fərqləndirə bilirik. Hər halda insan huşu itirsə, yəni huş itib diş qıcanması kimi vəziyyətlər keçirdirsə, bunu mütləq növbədə ayırd etmək lazımdır. Bunun üçün həm aparat, həm klinik müayinələrdən istifadə edirik. Pasiyentin həmin tutma vaxtı video görüntüsünə baxırıq. Əgər bunu yaxınları çəkə biliblərsə, təsvirini izləyirik və bundan sonra bu problemin epileptik yaxud da epileptik olmadığını dəqiq ayırd edə bilirik.